Salam aleyküm, xoş gördük hörmətli izləyicilər. Bugün sizə Bilgəhdə gözəl bir villanın çəkilişinə gəlmişik. Buyurun birlikdə baxaq. Ya Allah. Girişdə gördüyünüz kimi üstü bağlı 3-4 maşını saxlamağa yerimiz mövcuddur. 11 sotun içində 2 mərtəbəli mansard tipli 355 kvadratlıq evimiz satışa çıxır. Həyətdə gördüyünüz kimi 30-dan artıq həm dekorativ, həm də meyvə əşyası var. Onu da xüsusən qeyd edeyim ki, bu ev şəxsi tikilidir. Yəni, belə deyək də, başqa evlərdə təzə evləri göstərirlər. Özüm üçün tikmişdim, sonra satdım. Amma burada 2019-dan bu yana yaşayış var. Hal-hazırda da yaşayış var. Öz evidir. Çox keyfiyyətlə inşa olunur. Gördüyünüz kimi 30-dan artıq həm meyvə ağacı, həm dekorativ ağaclar, gözəl bisetkası, manqalnisi, hər bir şəraiti var. Evin yanları da ki, haradasa 3 metrdən artıq boşluq var, hər tərəfinə keçmək olur. İnşallah gedək bisetkamıza baxaq, oradan da keçək evin içinə inşallah. Burada gördüyünüz kimi həyətin qabağında çox böyük bisetka tikilib, həm oturmağa, istirahət eləməyə, söhbət eləməyə, 15-20 nəfər qəbul edəcək qədər böyük bir yeri var, manqalnisi var. Əl-üz yumağa yeri, qabracaq yumağa yeri. Həyətdə və buradan görünüşünə bir baxaq. Buyurun. İçəri daxil olmamışdan qabaq çox gözəl, zövqlə tikilmiş qış mətbəxdir. Stüdyo tipli qış mətbəxdir var burada. Buradan həm giriş buradan da var, burada da qapı var. Belə deyək, hazırlanıb bayırda əyləşməyə. Evin giriş qapısı buradandır. Keçək içəri inşallah. Daxil olduq mənzilimizə. Demək, buyurun. Evin ümumi yeri çoxluq oldu, istif oldu. Girişdən sonra sol tərəfdə böyük bir zalımız var. Ev yiyəsi buranı mətbəx eləmək fikrində olub. Hər bir avadanlıqları çəkilib hazır vəziyyətdədir. Bircə mebel yığılmaq qalıb. O da zövqə görə istəyən adam, yəni gələcəkdə özü üçün buranı studiya zal kimi də eləyə bilər. Qiymətə əşyalar daxildir. Əşyalar qalacaq. Kondisionerləri var, böyük televizorları var, xaladenik, paltaryan, hər bir şey var. Buyurun burada yataq otaqlarına baxaq. Burada 3 yataq otağıdır. Sağda böyük yataq otağı, içərisində hamam otağı və qardirob üçün xüsusi yer ayrılmışdır. Burada qardirob düzəltmək olar. Burada da sanuzildir. Bir uşaq yataq otağı. Uşaq yataq otağı. Yenə də burada da böyük, içində mebel yığılmış, kartopu yığılmış, televizorla kondisionerli böyük bir yataq otağıdır. Bir yataq otağımız var, buyurun burada baxaq. Burada böyük yataq otağıdır. Pəncərələri hamısı öz həyətinə baxır. Girişdə, holda istirahət zonası var. Burada kombi otağıdır. Kombi otağından da aşağı padvala düşməyə yer var. Orada da bankə, turşu yığmaq üçün bir böyük bir otaq var. Pəcan şabalat ağacından yığılıb. Mərtəbələrin arası marit betondur və çox gözəl dekorativ şəkillər, dekorativ daşlarla yığılıb. İkinci mərtəbəmizdə sağda hamam otağı, ümumi hamam otağı. Burada ümumilikdə istirahət zonası kimi nəzərdə tutulub. Burada dolablar var. Hazır dolablar var. Demək, hamam otağının yanında gizli bir otaq var. Buranı da ev yiyəsi kamera otağı kimi nəzərdə tutmuşdur. O da istəyə görə dəyişə bilər. Kameranın şnurları, hər bir şey atılıb. Hətta ikinci mərtəbəyə mansarda
Hansısan evin çıxışı belə verir. Mansardda mini bərkbaş kimi barın suratı düzəltmək üçün yeri var. Burada da istəyə uyğun istirahət zonası kimi öz istədiyiniz kimi düzəldə bilərsiniz. Burada yenə dolablar var. Hamısı burada asılan qapılardır, artıq əşyaları qoymaq üçün. Dediyim kimi 2 mərtəbə 11 sotun içində advalı 2 mərtəbəsi mansard tipli. Evin kvadratı 355 kvadrat, qiyməti 360 bin. Dənizə 800-900 metr məsafədə, əsas yola 300 metr məsafədədir. Ətrafda da gördüyünüz kimi hamısı villalardır, çox gözəl ərazidir, Bilgəhin ən gözəl yerlərindən biridir. Alana da satana da Allah xeyir versin. Sağ olun.